müfəssəl bab məsələsidir. Onu yazıb Buxari Əbu Bəkri. Və yalnız bu fərd məsələni, bu baxların Əlinin üzünə açıq qalasını bağlanmağı inkar edən, israr edən İbn Teymiyədir. İbn Teymiyyə. Qalanlar bu inkar et. Bunlara sual vergiden, siz bu İbn Teymiyyə özü hansı məzhəbdən olub? Deyər Həmbəli. Elə değil mi? Elədir. Bu İbn Teymiyyənin bunun məzhəb alimi, Həmbəl bunu əlini yazıb. Bu necə? O da Həmbəli deyilsə, bu Həmbəldən çıxır da bu da. Amma Əhməd ibn Həmbəl, Musnəddə yazır ki, Peyğəmbər buyurdu, bütün qapıları bağlayın, əlinin qapısından başqa. Bugün soruşursan Vahabilərə, Vahabilərdən, sənin məzhəbin nədir? Dillah məzhəbə. Bir məzhəbirsən də deyir, Əli-Sünnəyəm, Həmbəlliyəm. Əgər məzhəbin Əhməd ibn Həmbəldirsə, Əhməd ibn Həmbəl Musnəddə bunu əlinin qapısı yazırsa, necə Musnəddi saxlayıb gelirsən Buxariyə? Nə bilim, bunlar da siyah sayılır da göyə. Çatdı. Olsun da siyah. Görək, Buxarinin məzhəbində olan var. Bir də, bir internetdən də biraz araşdırdım. Deyirsə, Tirmizi də yazır da onu Həzrət Əli haqqında. Onu yazır, bəli, Tirmizi də yazıb. Onu da hədisin Həsən deyir, ona yaxşı hədisdir, yazır, bəli. Sahih Müslim də belə deyir. Burada Musnəd-i Hümeydidə qapıları bağlıyor, Musnədin qapısından başqa. Ondan sonra Abdurrazzaq Sənani, Musannif kitabında. Musannifdə Abdurrazzaq Sənani. İbn Əbi Şeybə də öz Musannifində. Buxarının müəllimləri deyir bunlar. O da yazır ki, Peyğəmbər buyurdu, bütün qapıları bağlayın, əlidən başqa. Bir, ikinci də ki, gedək, axtaraq Cəmaluddin, Məsud ibn Ömər, Saududdin Təftəzani Hənəfi, Şərh-ı Məqasiddə deyir ki, Əbu Bəkrin evi Mədinədə məsciddən çox uzaq idi. Hətta xilafətində Əbu Bəkir evinə piyada bəzən də miniklə gedərdi. Əbu Bəkirin evi məscidə yaxın idi ki, onun qapısı məscidə bağlansın, açılsın.